Salam hörmətli izləyicilər, bugün sizə DİM 2025 11-ci sinif toplusundan bir sualın izahını vermək istəyirəm. Hansı isimlərin kökü feil olsa da feildən düzəlməyib? Mənə bizə lazım kökü feil olsun və feildən düzəlməsin. Ümumiyyətlə bu suallarda uşaqlar həmişə çaşırlar. Əgər biz kökünü tapırıq bu öz yerində, hansı nitq səsindən düzəlməyini bilmək istəyiriksə, sonuncu leksik şəkilçidən əvvələ baxmalıyıq. Əvvəlcə köklərinə baxaq, görək hər birinin kökü feildirmi? Deyingənlik sözünün kökü deməkdir. Sürücülük sözün kökü sürməkdir. Görünüş görmək, düzülüş düzmək, döyüşçü döymək, soyuducu soyumaq. Hər birinin kökü feildir. İkinci qaydaya baxaq. Feildən düzəlməsin. Feildən düzəlməmək üçün sonuncu leksik şəkilçilər ataq. Deyingənlikdə lik atsaq, olur deyingən sifəti. Demək, bunu götürürük. Sürücülükdə lük atsaq, qalır sürücü ismi. Bunu da götürürük. Görünüşdə üşü atsaq, görünmək feil olur. Bunu çıxırıq. Düzülüşdə üş atırıq və düzülmək feil olur. Bunu da çıxırıq. Döyüşçü sözün sonuncu şəkilçisi çü şəkilçisidir. Bu da adları artırıldığı üçün sözün yarandığı söz isim olur. Bunu götürürük. Döyüş ismi. Soyuducu sözündə də ucu şəkilsini artırıq. Qalır soyutmaq feili. Bunu da çıxırıq. Onda cavabımız oldu 1, 3, 4.